Qazanın qırağını. Deməli, bugün danışırıq qeyri-müəyyən əvəzliklərdən. Danışacağıq bugün samdan, eynidən, one'dan, bir də once'dan. Deməli, sam, eyni. Indefinite pronouns deyilik qeyri-müəyyən əvəzliklərə. Sam və eyni haqqında danışacağım. Biraz bir qədər kimi tərcümə olacaq yoldaşlar. Özündən sonra sayıla bilən cəm ismi də ola bilər. Bir də sayılmayan ismi verə bilərsin. Yəni, some book yox, some books olar. Some car yox, some cars olar. Və ya some information'ı rahat-rahat deyə bilərsən. Yəni, nə başa düşdük? Some'dan sonra həm sayıla bilən cəm isim olur, həm də sayıla bilməyən isim ola bilir. Burada heç bir problemimiz yoxdur. Və adətən işlənir təsdiq cümlələrdə. Hər zaman dediyim kimi, adətən nə deməkdir? Bir balaca yer qoyur ki, istisnası var. Yəni, sualda və ya inkarda buna rast gələ bilərik. Ki, bunun haqqında da sizə xüsusi qeydləri mən verəcəm. Amma yəni, normalda sam işlənir təsdiq cümlələrdə. Aydın oldu. Məsələn, belə bir şey deyə bilərik. I have some cars da deyə bilərsən. Ya da hamımızın dərdi, səri nədir? Pul. I have some money da deyə bilərsən. Deyən görüm, mənim o bir markerlərim haradadır? Kimsə mənim markerimi götürür, yoxsa mən sizin markerləri götürürüm normalda. Başa düşdük, bax cümləmiz təsdiq cümlədir. Nədən istifadə elədik? Samdan istifadə elədik. Sam əvəzlikdir, adı üstündədir, əvəz eləyə bilir. Yəni, samın işlənmə yerlərindən biri də nədir? Həm ismin önündə gələ bilər, həm də ismin yerində işlənə bilər. Məsələn, burada samdan sonra nə verdik? Bir ismi verdik. Baxın, burada maşın sözü var. Amma ola bilər ki, əvvəlcədən isim haqqında məlumat verə bilərsən. Məsələn, I have a lot of cars, mənim çoxlu maşınım var. Və yaxud da I have a lot of, məsələn, pens, mənim biraz qələmim var, məsələn. İkinci cümlədə give me some deyə bilərsən. Yəni, samdan sonra o qələm sözünü təkrar etməyə bilirsən. Nə vaxt? Əvvəlcədən isim haqqında danışanda. Bax, testlərdə bəzən rastınıza çıxacaq. Cümlə həlində başlayıb, 3 nöqtəni qoyur və variantların içərisində sam olur. Verməyin onu. Çünki sam o halda isimsiz olur ki, əvvəlcədən isim haqqında danışasın. Yəni, isim haqqında danışmadan durduq yerə başlayan kimi birinci samı vermək olmaz. Aydın oldu? Deməli, nə yadda qaldı? Samdan sonra cəm isim də ola bilər, sayılmayan isim də ola bilər. İşlənir adətən nətər cümlədə? Təsdiq cümlədə. Adətən. Yəni, yer qoyuruq ki, sualda və ya da inkarda sama rast gələ bilərik. Sonra sam isimin önündə də olacaq və ya isimin yerində də olacaq. Bir də deyirəm, sam o halda isimin yerində olur ki, yəni özündən sonra isim gəlmir ki, əvvəlcədən isim haqqında bir məlumat gedə. Yəni bir isim haqqında məlumat verirsən, ikinci tərəfdə samı isimsiz verə bilirik. Bura qədər aydın oldu? Mütləq isim olmalıdır da. Elə onu deyirəm də, sam olan cümlədə mütləq isim olmalıdır deyə bir şey yoxdur. Əgər əvvəlcədən isim haqqında danışmışsansa, samı isimsiz verə bilirsən. Belə bayaqdan danışdığım odur. Bura qədər aydın oldu. Sonra some of-la ayrıla bilir uşaqlar. Some of my cars da deyə bilərsən, xəbər cəm olacaq. Ya da some of my time da deyə bilərəm. Bu zaman xəbərimiz tək olacaq. Yəni, some of-la ayrılanda isim cəmdə ola bilər, sayılmayan isim də ola bilər. Əgər isim cəmdirsə, xəbəri də cəm olacaq. İsim sayılmayan isimdirsə, xəbəri nə olacaq təbii ki, tək. Çünki hara fırlatsan, bunu cəm eləyə bilmirsən sən. Bir də, üzərindən bir də keçək. Of-dan sonra birbaşa isim vermirik də bilirik. Of-la isimin arasında nə düşməlidir? Bir təyin edici düşməlidir. Bu, aslı formada ola bilər, işarə əvəzliyi də ola bilər, Z article da ola bilər. Məsələn, some of cars deyə bir qayda yoxdur. Ola bilər ki, testlərdə qarşınıza çıxar, götürməyin bunu. Çünki qayda deyir ki, of-la isimin arasında bir təyin edici olmalıdır. Aydın oldu, məsələn, aslı forma kimi. Amma bütün halda bir də deyirəm, some of-la ayrılanda ismi cəmdə ola bilər, sayılmayan da ola bilər. İsmi cəmdirsə, xəbəri də cəmdir. İsmi təkdirsə, yəni sayılmayansa, xəbəri də nə olacaq təbii ki, tək olacaq. Aydın oldu. Bu, some haqqında ən vacib qeydlər idi. Təbii ki, sual inkar məsələsinə toxunmaq lazımdır. Uşaqlar, əgər some, xahiş və təklif mənasında işlənirsə cümlənin tərkibində, o zaman cümlə sual cümləsi olmasına baxmayaraq nədən istifadə edəcəyik? Samdan. Amma normalda sam nətər cümlədə olurdu? Təsdiqdə. Bir də deyirəm, xahiş və təklif mənasını verəndə sam sual cümləsində olur. Bunu nədən bilə bilərik? Əgər yaxşı tərcüməmiz yoxsa, diqqətli olun. Cümlə o zaman can-lə, could-la və yaxud da would-la başlaya bilər. Məsələn, can you give me
some nə? Information olsun. Yaxşı, bir dəfə puldan danışmayaq. Deyərsiniz, müəllim pul girdi. Sual cümləsi, sual işarəsi. Birisi də sual işarəsini nətər yazır. Ay, sağ ol. Sual işarəsi, amma some. Amma normalda some nətər cümlədə olmazdı. Sual və inkar. Deməli, nə vaxt, üzr istəyirəm, some nə vaxt sualda oldu? Xahiş və təklif olanda. Bu birinci istisnamız. 2. Bəzi mənasında some inkarda da ola bilər. Some people don't like, for example, music. Bəzi adamlar musiqini xoşlamırlar. Normalda cümləmiz necə cümlədir? İnkar. Amma some inkarda ola bilərdimi? Olmaz. Nə vaxt olmaz? Normalda. Yox, xahiş istək deyil, qarışdırma. Xahişlə istək oldu sualda. Biz inkardan danışırıq. Baxın, bir də üzərindən keçirəm. Some normal işlənir təsdiqdə. Bəzi mənasında ola bilər inkarda. Onu da nədən bilirik? Sizə ən rahat yolunu deyim. Yadınızda saxlayın. İnkardan sonra some verə bilmərsən. Aydın oldu. Məsələn, I don't have, yəni hər zamanki vaxtdan yuxarı qalxırıq, sometime. Bu səhvdir. Niyə? Çünki inkardan sonra nə olmaz? Some olmaz. Burada nə olmalıydı? Eyni olmalıydı. Amma burada some'ı veririk və deyirik ki, düzdür. Niyə düzdür? Çünki bəzi mənasındadır. Yaxşı, mən bəzi kimi tərcümə eləyə bilmirəm. Elə bir versiya varmı ki, mən onu bəzi kimi tərcümə eləmədən də tapa bilim? Bax, sizə rahat yolunu deyirəm. İnkarın qabağında some'ı verə bilirsən. Nə başa düşdük? İnkardan sonra some vermirik. İnkarın qabağında some'ı verirsən. Və dolayısıyla orada da bəzi kimi tərcüməyə girə bilir. Aydın oldu. Some haqqında vacib qeydlərimiz budur. Başa düşdük? Bir də var eynimiz. Heç biri kimi, deyək ki, hər hansı heç biri kimi tərcümə olunacaq. Some'ın işlənə bilmədiyi yerlərdə yenidən istifadə edəcəyik. Some'ın işlənə bilmədiyi normalda yerlər haradır? Sual ya da inkar. Məsələn, haradaydı? Burada yazmışdım. Ay sağ ol. Bax, burada some işlənə bilmirdi. Nə verdik? Eyni verdik. Əgər sual cümləsidirsə, təbii ki, nə verə bilmərik? Some verə bilmərik. Onun yerinə nə verirdik? Eyni verə bilirdik. Aydın oldu? Bu da eyni haqqında bilməli olduqlarımız. Sonra eyninin də istisnası var. Bax, bir də soruşam. Eyni normalda nətər cümlədə olur? Sual və inkar. Təsdiqdə də ola bilər. İki halda. Nə vaxt? İstənilən mənasında. Məsələn, deyirəm ki, you can take any book or we can say any books. Sən istənilən kitabı ya da kitabları götürə bilərsən. Aydın oldu. Hansı mənada eyni təsdiqdə olur? İstənilən hər bir mənasında. Bir də cümlədə if-lə without-u gördünüz, uşaqlar. Bilin ki, cümlə təsdiq olmasına baxmayaraq nə verəcəyik? Eyni. Amma normalda eyni nətər cümlədə olurdu? Sual ya da inkar. Some'ın törəməsi var. Ona nə qoşacaq törəmədə? Yer qalma da. Bir dənə mənim silgimi neynədir? Buradadır. Nə olur? Ay. Ümumiyyətlə, törəmələr haqqında indiyənə kimi nə bilirdiniz? Xəbəri təkdə olur. Törəmələrdən sonra of gəlməz. İsim gəlməz. Yəni, cümlədə adətən müftədə olur ona görə. Xəbər təkdə olur. Törəmə dediyimiz bəzi əvəzliklərə hamısına yox. Body'nin, one'ın, singin qoşulması ilə yaranan bir formadır. Məsələn, some'ın törəməsi nə olacaq? Somebody, someone, bir də something. Okay? Baxın, uşaqlar, something cansızlara aiddir. Cansız. Bax, bunu something ilə işlədə bilərik. Yəni, bu cansızdır. Amma body ilə one sizə və mənə aiddir. Canlıya aiddir. Aydın oldu. Törəmələr haqqında nə bilirik? Özündən sonra of gəlməz. Xəbər adətən yox, xəbər tək olar. Məsələn, arı olmaz. Voz olar, vörü verə bilmərik. Və özündən də sonra nə olmaz? İsim gəlməz. Söhbət edirsə, yoxsa mailə gəlir. Marker gələcək. Allah marker gələcək göydən. Bu da belə. Sonra törəmələr haqqında nəyi bilək? Body ilə one'ı dedim, singin izahını verdim, xəbərin tək olmağını dedim, özündən sonra isim gəlməz. Hə, isim aid olan bir xüsusiyyəti var törəmənin. Hansıdır? Apostrof S. Yəni, somebody, qoy mən bir dənə qapını örtüm, səslər qarışır. Ay, sağ ol. Gülçüm İngilisindən danışırıq da, çöldəkilər ümumbəşəri problemlərdən danışırlar.
Harda qalmışdıq? Apostrofeslə. Ha, Aysel. Uşaqlar, somebody'yə və someone'a apostrofes qoşa bilərsiniz. Baxın, yalnız apostrofes. Ha, somebody ilə someone'a s apostrof və ya başqa cür desək, apostrof qoşmaq olmaz. Çünki bu formanı harda görsəz, bilin ki, səhvdir. Niyə səhvdir? Çünki danışdığımız əvəzlikdir. Bu s-də cəm şəkilçidir. Bu da isim aid olan bir xarakteri xüsusiyyətdir. Ona görə yalnız ilə qoşacağıq apostrof s. Nəyə? Body ilə vana. Bax, singə qoşulmur. Çünki sing cansızdır. Məsələn, cansız isimlərin yəli çalını biz nə ilə düzəldirdik? Ofla. İndi məsələ odur ki, törəmədən sonra heç birindən sonra of verə bilmirsən. Deməli, biz bir dənə nəyə yönələcəyik? Body ilə van olacaq yəlik halda. Apostrof s. Vəssalam, başqa da heç düşünmürsünüz. Aydın oldu? If-i dedik, without dedik, N-in işlənməsini dedik. Ümid edirəm, nəsə yadına çıxmadı. Bir də bir şey deyim sizə. Deyir ki, N və N-nin törəmələri, məsələn, anything, ya da anybody, ya da anyone, inkar və təsdiq cümlənin mübtədası ola bilmir. Bax, N və N-nin törəmələri inkar və təsdiq cümlənin mübtədası olmaz. Sual cümləsini demirəm. Çünki sual işarəsi olanda cümlənin önündəki somebody, someone ya da something təbii ki, anybody, anyone, anything'ə çevriləcək. Söhbət inkardan gedir. Cümlədə də birinci nə gəlir? Mübtəda. Deməli, sən mübtədanın önündə bir inkar verməliydin ki, samın törəməsini, N-nin törəməsini əvəz edəsən. Bu dediyimiz N-nin törəməsi oturubsa cümlənin önündə, deməli, dolayısıyla ondan öncə heç nə yoxdur. Yaxşı, sual yaranır. Biz inkar özündən əvvələ təsir elədik, yoxsa özündən sonraya? Özündən sonraya. Bu da ən başda gələn bir şeydir də. Yəni, bundan əvvəl inkar yoxdur, sən bunu N-yə çevirəsən. Düzdürmü? Və yaxud da təsdiq cümlədə niyə N-dən istifadə edirsin? Yəni, yadımızda saxlayırıq. N və N-nin törəməsi əgər bir cümlənin mübtədasıdırsa, o zaman bilin ki, bu səhv olacaq. Sual cümləsinin adını çəkmədi. N və N-nin törəməsi inkar və təsdiq cümlənin mübtədası olmur. Bir də deyirəm, ona görə ki, cümlənin mübtədasıdır bu, ən öndə gəlir. Bu təsdiqdə eyni olmaz, bu birinci məsələ. İnkarda ola bilər, amma gərək inkar onun qabağında olsun ki, özündən sonraki samın törəməsin ya da samı eyniyə çevirsin. Bu ən başda gəlsə, təbii ki, bunu heç nə çevirə bilmir eyniyə. Ona görə də belə bir qaydanı biz doğru kimi götürə bilmərik. Aydın oldu? Başa düşdük samın və eyninin işlənmə qaydaları. Aha. Sam və eyni haqqında bu qədər buyur. Apostrofes veriyorum. Ondan sonrası gəlir. Əgər samın somebody'yə və də someone'a apostrofes qoşulubsa, mütləq şəkildə nöqtədən sonra isim olmalıdır. Məsələn, baxırsan variantlara apostrofeslisi də var. Apostroflu, məsələn, somebody də var, somebody apostrofesi də var. Əgər belə bir hal varsa, sənin ilk eləməli olduğun şey nöqtədən sonra isimin var olub olmamağını kontrol eləmək. Çünki apostrofesi olanda bəli, səndən isim tələb eləyir. Amma apostrofesi yoxdursa, sən isim verməməlisən. Yəni, nöqtədən sonra əgər isim varsa, deməli, sən apostrofesini götürməlisən. Nə kimi? İç azə ilə vananazə kimi, qarşılıq əvəzində olduğu kimi. Aydın olduğu bura kimi. Sam və eyni haqqında düşünürəm ki, bunlar kifayət edəcək. Aydın, nöqtə. Bitdi, amma əyləşirik, əyləşirik, əyləşirik. Biz nədən danışacağıq? Van və vansdan danışırıq, ondan sonra gedərsin. Əyləşirik. Aha. Deməli, uşaqlar, van, bir də once. Qulaq asırıq, yoxsa siz danışırsınız, yoxsa mən danışım? Saat neçədir? 4-dür, olsun da 2-3 dəqiqə vaxtınız olmayacaq, heç nə olmaz. İmkan verirsinizsə mən başlayayım. İmkan var? İmkan var, təşəkkür edirəm. Van biridir, once biriləridir. Əvvəlcədən danışılmış sayıla bilən tək isimin yerində işlənir van. Çünki sən sayılmayana bir deyə bilmərsən. Bu da əvvəlcədən danışılmış sayıla bilən cəm isimin yerində işlənir. Yəni, danışmısan sayıla bilən təkdən, məsələn, I have a lot of cars, mənim çoxlu maşınım var. Deyirsən ki, please give me one. Nəyi ver? Birini ver. Nəyi ver? Yəni, maşını ver. Van nəyə əvəz elədi? Maşına əvəz elədi. Və ya onun yerinə once da deyə bilərsin. Yəni, əvvəlcədən danışılmış sayıla bilən tək isimin yerində işlənir, sayıla bilən cəm isimin yerində işlənir. Bura qədər aydın oldu vandan once haqqında. This one, that one,
və ya da Z anaza one deyə bilərsiniz. Məsələn, this one da deyə bilərsiniz, that one da deyə bilərsiniz, hətta anaza one da deyə bilərsiniz. Aydın oldu? Z aza one da deyə bilərsiniz. Problem yoxdur. Plus one. Aydın oldu? Bu belə. Uşaqlar, evan deyə bir qaydamız yoxdur. Neynirəm mən? Hə, evan olmaz. Amma əgər vanın qabağında bir sifət varsa, məsələn, good olarsa, bad olarsa, rahat-rahat biz artiklından istifadə edə bilərik ya da an artiklından istifadə edə bilərik. Məsələn, an easy one deyə bilərsin. Amma one deyə bilməzsin. Yəni, hər hansı bir təyin edici kimi sifət varsa, rahat-rahat orada artikl verə bilərsin. Çünki bu sayıla bilən təqsimin yerində daxil. Elə düşüncə ilə sayıla bilən təqsimin özüdür. Bu isə cəmin yerində işlənir. Əvvəlcədən danışılmış cəmin yerində işlənir. Təbii ki, burada artikldan söhbət gedəməz. Çünki adamın gözünə girir S burada. Hə, sual yarana bilər. Müəllim, burada Z vanla Z vanı verir. Yaxşı, bu cəmsə biz burada Z vanla, Z vanla istifadə edə bilərikmi? Yox, olmayacaq. Başa düşdük. Sadəcə olaraq əvvəlcədən danışılmış bir isimin, cəm isimin bunu yerində işlədirsən, vəssalam, məsələ bağlanır, gedir. Aydın oldu? Yəni, vanla vansın işlənməsi budur. Əsas testlərdə diqqətli olun article məsələsində. Tamam?